Dünya getdikcə sosial təcrid və institutlara qarşı artan etimadsızlıq dövrünə daxil olur. Müxtəlif ölkələrdə və icmalarda insanlar kimə etibar edəcəklərini seçərkən daha ehtiyatlı olmağa başlayır. Tez-tez öz dəyərlərini, inanclarını və ya mənşəyini paylaşan şəxslərə üstünlük verirlər. 2026 Edelman Trust Barometrinin məlumatlarına görə bu meyl daha geniş miqyasda ehtiyatlı və lokal etimad yönümlü dəyişiklikləri əks etdirir. Bu tendensiya cəmiyyətin qütbləşməsi, sistemli ədalətsizliklə bağlı geniş yayılmış narazılıqlar və fərqliliklərə açıq olmayan yanaşmalarla bağlıdır. Dünya üzrə etimad modelləri əhəmiyyətli dərəcədə fərqlənir. İnkişaf etməkdə olan ölkələrdə etimada tələbat artır. Burada orta etimad indeksi 66-dır. Halbuki inkişaf etmiş ölkələrin əksəriyyətində göstəricilər ya sabit qalır, ya da etimadsızlıq səviyyəsinə enir və orta hesabla 49 rəqəmini təşkil edir. İqtisadi bərabərsizlik bu fərqləri daha da dərinləşdirir. 2012-ci ildən bəri yüksək və aşağı gəlirli şəxslər arasında etimad fərqi 2 dəfədən çox artıb. Aşağı gəlirli təbəqələr çox vaxt qorxu üzərində qurulmuş institusional mühitdə yaşayır, daha varlı qruplar isə nisbətən yüksək etimad səviyyəsini saxlayır. Beynəlxalq ticarət münaqişələri, mümkün durğunluqlar və generativ süni intellekt kimi yeni texnologiyalardan doğan risklər barədə narahatlıqlar daha çox az təminatlı icmaları təsir edir və bu da öz nəticəsində pessimizmi artırır. Dünya üzrə yalnız 32% əhali inanır ki, gələcək nəsil indiki nəsildən daha yaxşı şəraitdə yaşayacaq. Ən diqqət çəkən dəyişikliklərdən biri qapalı düşüncə tərzinin genişlənməsidir. Dünyada təxminən 10 nəfərdən 7-si başqalarının fərqli dəyərlərinə, inanclarına və ya mənşəyinə etibar etməzdən əvvəl tərəddüd edir. Bunun arxasında xarici təsirlərdən doğan qorxu yaranır. O cümlədən fikir ayrılığı yaratmağa yönəlmiş dezinformasiya kampaniyaları da buna təsir göstərir. Nəticədə insanlar getdikcə yalnız öz baxışları və xəbərləri ilə uyğun olan məlumatlara üstünlük verməyə başlayır. Bu, daxili qapalı düşüncənin təsirləri yalnız şəxsi münasibətlərə məhdudlaşmır, eyni zamanda iş yerləri və iqtisadiyyata da təsir göstərir. İşçilər bildirirlər ki, fərqli siyasi baxışlara malik rəhbər və həmkarlarla əməkdaşlığa daha az hazır olurlar. Bəziləri isə fərqli dəyərlərə malik rəhbərlik altında işləmək əvəzinə şöbə dəyişməyə üstün tutur. Milli səviyyədə isə bu tendensiya proteksionizm güclənməsi şəklində əks olunur. İnsanlar xarici şirkətlə qarşı məhdudiyyətləri dəstəkləyir. Bunun nəticəsində istehlakçılar üçün qiymətlər artması qaçılmaz olsa belə. Bu artan problemi aradan qaldırmaq üçün institutlar etimadlı vasitəçilik konsepsiyasını daha fəal öyrənməyə başlayıblar. Şəxsi inancları dəyişdirməyə çalışmaq əvəzinə ortaq maraqları müəyyənləşdirərək etimadı gücləndirmək. Hər bir institut bu prosesdə iştirak edə bilər. Lakin xüsusi rol işə götürənlərindir. Şirkətlər mübahisəli məsələlər üzərində tərəfsiz əməkdaşlığı təşviq edərək, yerli icmalara sərmayə qoyaraq və beynəlxalq fəaliyyətlərində inklüziv uzunmüddətli strategiyalar tətbiq edərək etimadı inkişaf etdirə bilərlər. İş kollektivləri etimad vasitəçisi rolunu uğurla yerinə yetirdikdə, hətta tarixi olaraq skeptik qruplar da institutlara qarşı etimad səviyyəsini əhəmiyyətli dərəcədə artırır. 2026-cı ilin ilkin göstəriciləri aydın şəkildə göstərir ki, artan qapalı düşüncəyə laqeyd yanaşmaq innovasiyalara və sosial həmrəyliyə ciddi təsir göstərə bilər. Çıxış yolu bir-birimizi dəyişdirməyə çalışmaq deyil, fərqlər üzərində körpülər qurmaqdır. Dialoq və birgə problem həlli vasitəsilə.